إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له وما يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا şerike lehu ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu. Amma ba'd. Ən birinci olaraq təşəkkür edirəm. Kim ki elmin yəni yayılması üçün, insanlara çatması üçün, insanların faydalanması üçün səbəbkar olur. Allah Azze ve Celle onlardan razı olsun. Allah Azze ve Celle onlara bunun mükafatını qat-qat artığını versin. Və həqiqətən elmi yaymaqdan, elmlə məşğul olmaqdan böyük heç bir əcr ola bilməz. Və həqiqətən Allah Azze ve Celle buyurur ki, Quran-ı Kerimdə Əcəəltum siqayətəl həcci və imarətəl məscidil harami kəmən əmənə billahi vəl yevmil əxiri və cəhədə fi səbilillah la yəstəvunə indəllah. Siz Məscidül Haramı tikib abadlaşdırmağı və orada olan həcciləri dizdirməyi, Allaha iman, yəni elm. Bilirsiniz ki, Quranda harada iman kəlməsi keçir, orada elm kəlməsi keçir. Yəni elm, çünki elmsiz iman yoxdur. Siz Allaha imanla və Allah yolunda olan cihadla bərabər mi tutursunuz? Yəni Allah yolunda olan cihad bu dəqiqə nədir? Ən böyük cihad hansıdır? Lisən, cihad lisən. Cihad iki növdür. Cihad sinən və cihad lisən. Qılıncla olan cihad, bir də elmlə olan cihad, dillə olan cihad, qələmlə olan cihad. Və qələmlə olan cihad asıldır, əsasdır. O birisi nədir? O birisi faradır. Çünki məqsəd insanlara dinin çatmasıdır. Məqsəd insanlara elmin çatmasıdır. Və Allah Azze ve Celle deyir, siz bundan böyük savab ola bilməz. Məscidül Haramı tikməkdən böyük nə savab ola bilər? Yəni təsəvvür et, orada bir nəfər namaz qılsa 100.000 savabı var. Və bir namazını gör, neçə namazlar qılınacaq və neçə milyonlar orada namaz qılacaq. Və Məscidül Haramı tikmək, yəni savabını insan təsəvvür edə bilməz. O qədər böyük savablar var. Milyonlar, milyardlar bu qədər savablar. Allah Azze ve Celle buyurur ki, Allaha iman, yəni elm və Allaha dəvət, insanlara elmi yaymaq ondan da güclü savabdır, ondan da böyük savabdır. Subhanallah. Ona görə çalış ki, kimsə elm öyrənsin, çalış ki, kimsə elm tələbəsi olsun, çalış ki, kimsə insanlara tövhidi yayan olsun və ya o işdə sən ol, ya o işə yardım edənlərdən ol, ya o işdə olanlara yardım edənlərdən ol. Necə ki, Əli radiyallahu anhu deyir, ya alim ol, ya elm tələbəsi ol, ya da soruşan ol, dinə barədə dördüncüsü olasan. Yəni, heç birindən sən payın yoxdursa, vay sən halına və təəssüf ki, bəzi insanlar nəinki bu üçündəndir, hətta onlara gedən yolun qarşısını kəsəndir, qota, tariqdir. Yol kəsəndir, subhanallah. Və bugün sizinlə inşallah götürmək istədiyim mövzu Nasr surəsindən olan faydalardır. Şeyx Useymi, hafizahullah, Nasr surəsindən 40 fayda çıxarıb. Təbii ki, Nasr surəsi 3 ayət. İzə cəə nəsr, Euzubillahimineşşeytanirracim, Bismillahirrahmanirrahim. İzə cəə nəsrullahi vəl-fəth və rəaytən nəsə yədxulunə fi dinillahi əfvacə fəsəbbih bihamdi rabbikə və istəğfirhu innəhu kənə təvvabə. 3 dənə ayə və bu ayədə deyərdim ki, 40 yox, minlərlə faydalar var. Və insanlar qiyamət gününə qədər elm qaldıqca bu faydalar çıxacaq ortaya. Və Allah Azze ve Celle kimə açacaqsa o çıxaracaq. Və elə gecikdirmədən birinci fayda odur ki, yəni tərcüməsi odur ki, məalının tərcüməsi İzə cəə nəsrullah vəl-fəth. Allahın yardımı, nasrı və fəth gəldikdə və rəaytən nəs yədxulunə fi dinillahi əfvacə. Və sən insanları görəndə ki, onlar yəni toplum Allahın dininə girirlər, fəsəbbih bihamdi rabbik. Rəbbini həmd et, təsbih et və istəğfirhu, ondan istiğfar et, innəhu kənə təvvabə. Həqiqətən Allah təvvabdır, bağışlayandır. İndi bu məclisdə nə qədər çatdırmayanda inşallah Allahın müvəffəqiyyəti ilə gələn məclislərdə götürərik. Və baxın, birinci fayda odur ki, Allah Azze ve Celle Ənəllahi yansuru rusuləhu əvliyə. Quran-ı Kərimdə izə gəlirsə, bu bir mövzudur. Quran-ı Kərimdə izə harfi gəlirsə, bu bir mövzudur. Alimlər deyirlər ki, əgər Quranda izə hərfi gəlirsə,
o mütləq baş verəcək və ya çox baş verən bir şeydir. Quran-ı Kərimdə izə gəlirsə, izə hərfi, o mütləq baş verəcək və ya çox baş verən bir şeydir. Amma in gəlirsə, in hərfi. Bunlar hamısı şərt mənasında deyilmi? Bu, ya az baş verir, ya da heç baş verə bilməz, mümkünsüzdür. Aydındır bu fayda. Bax, bu Allah Azze və Celle burada nə deyir? İzə cəə nəsrullah. Yəni, bu faydanı oradan götürüblər ki, mütləq Allahın peyğəmbərlərinə, mütləq Allahın övliyalarına, mütləq Allahın mömin qullarına yardım gələcək. Həmişə ey mömin, qəlbini açıq et, rahat et. Allah haqqında yaxşı zəndə ol ki, mütləq sənə yardım gələcək. Mütləq Allahın dininə yardım gələcək. Və heç vaxt zənn etmə ki, Allahın dini yavaş-yavaş zəifləyəcək. Xeyr, mütləq yardım gələcək. وَلَنْ يَجْعَلِ اللّٰهُ لِلْكَافِرِينَ عَلَى الْمُؤْمِنِينَ سَب۪يلًا. Yəni Allah Azze ve Celle deyir ki, heç vaxt Allah kafirləri, möminlər üzərində mütləq qələbə çaldırmayacaq. Heç vaxt. Ola bilər, müəyyən vaxtlar möminlər büdrəyəcək. Amma həmişə İzə cəə nəsrullahi vəl-fəth. Həmişə Allahın yardımı gələcək. Və sən bu ilə sevin, bu Allahın vədidir. Və digər izə, yəni Quranda baxsaq, misal üçün Allah Azze ve Celle buyurur ki, Kutibə aleykum izə hadara ahadukumul mevtu in tərəkə xayran vasiyyə. Lil-validin və l-qarabin əl-əhyə. Deyir ki, bax nə deyir? Kutibə aleykum izə hadara ahadukumul mevtu. İzə ilə gəldi. Yəni sizə mütləq ölüm gələcək. İzə ilə gəlirsən, mütləqdir. Ölüm gəlməyən insan varmı? Sən Allahda izə. Amma nə deyir? İn tərəkə xayranil vasiyyə. İn tərəkə, yəni hər ölən adam miras qoyub getmir ki. Elə adam var ki, heç nə qoyub getmir. Sən deməli, in nə olur? Çoxu insanlar görsən ki, hətta çox miras qoyub getmir. Burada miras əsas, görsən, az insanlar qoyub getir. Ona görə in tərəkə xayranil vasiyyə. İni sanki az baş verən bir şey kimi gətirir. Və həmçinin Allah Azze ve Celle buyurur ki, فَإِذَا اُحْصِنَّ فَاِنْ اَتَيْنَ بِفَحِشَ. ki, o qadınlar فَاِنْ اُحْصِنَّ onlar deyir, namuslu olsalar فَاِذَا ilə gətir. Yəni, o deməkdir ki, bu. Qur'anın bəlağətinə, Qur'anın gücünə bax. Subhanallah. Allahın elminə bax. Yəni, əksər qadınlar ismətli olur, iffətli olur. فَاِذَا اُحْصِنَّ. Sonra birdən, yəni Allah Azze ve Celle fuhuş işi zikr edəndə ki, وَاِنْ اَتَيْنَ بِفَحِشَ. Yəni, az qadınlar olur ki, fuhuş işlə məşğul olur. Fikir verirsiniz. Deməli, fikir verirsiniz, bu ayədə Allah Azze ve Celle yəni, izə ilə ini bildirib bizə. Və həmçinin Allah Azze ve Celle buyurur ki, يَا اَيُّهَا əmənu اِذَا قُمْتُمْ اِلَى الصَّلَةِ. Yəni, namaza insan tez-tez durur. Nədir? Amma cunubu deyəndə, cunub halı tez az baş verir. Deyir ki, وَاِنْ كُنْتُمْ جُنُبًا فَاتَّحَرُوا. Fikir verirsiniz. Yəni, cunub halı az baş verir. Onu yalaqda inlə gətirir. Allahu Akbar. Görün Qur'anın yəni incəliyinə, görün Qur'anın bəlağətinə. Mümkün deyil ki, istəyir hər hansı bir ateist olsun. İstəyir hər hansı bir mulhid, Allahın dinindən uzaq olan və yaxud bəzi savadsız Qur'ana keçmişlərin nağılları deyən, hansı ki, hətta Peyğəmbər sallallahu aleyhi və səlləm vaxtında da bu deyilirdi. Onlar Qur'anın bu qaydalarından məhrum miskin kəslərdir. Ona görə onlar belə böhtanlar atdılar. Həqiqi onlardan səmimi olanlar bunları bilsə Allaha iman gətirər. Çünki bəşərdən, yəni heç vaxt bəşər belə kəlam gətirə bilməz. Heç vaxt mümkün deyil ki, bəşər belə bir kəlam gətirsin. Deməli, Allah Azze ve Celle həmişə öz övliyalarına yardım edəcək. Və peyğəmbərlərə olan yardım iki növ olur. Və bəzən Allah Azze ve Celle onlara qılıncla və bəzən yəni qələmlə və yaxud da dillə Allah Azze ve Celle onlara yardım edir. Və ikinci fayda odur ki, cəvaz zikr-i xas ba'dəl am ihtimamən bihi və ta'zimən li şə'nihi kəmə qalə Teala izə cəə nəsrullah və fəth. Deyir ki, və xasdan sonra amın gəlməsinin icazəli olması. Xasdan sonra amın gəlməsinin icazəli olması. Yəni, Allahın yardımı ümumidir. Cəvaz zikr-i xas ba'dəl am. Yəni, birinci am gəlir, sonra xas gələ bilər. O demək deyil ki, birinci xas gəlməlidir, sonra birinci am gəlməlidir, sonra xas gəlməlidir. İzə cəə nəsrullah, nəsrullah amdır, Allahın yardımı.
Bu amd, ümumidir. Vəl-fəth, fətih, xas. Burada fətih deyən nə qəst olunur? Məkkənin fəthi. İhtimamən bihi. Yəni, Allah o yardıma ehtimam edərək birinci gətirib. Yəni, İzəcə Nasrullah. Yəni, bu ümumi nasırdır. Bu tək Məkkənin fəthi yardım deyil. Yəni, bütün Allahın yardımları var. Narahat və Allah Teala birinci onu gətirib. Və həmçinin faydalardan üçüncü fayda İnə nasrallah qadimun la yaxtalifu anil müminin. Üçüncü fayda odur ki, Allahın yardımı mütləq gələcək və möminlərdən heç vaxt yan keçməyəcək. Çünki Allah Azze ve Celle buyurur ki, İzə cəə nasrullah vəl-fəth. Yəni, Allahın yardımı gələndə. Yəni, burada fikir ver, nəyə görə deyir, mütləq qarşıdadır, mütləq qabaqda gələcək. Çünki İzə harfun zarfun liməstəqbələ minə zəmən. Gələcəyə işarə edən zarfdır. Və həmişə deyir ki, narahat olma. Sən nə vaxt sağsansa bil ki, Allahın yardımı qabaqdadır. Allahın yardımı qabaqdadır. Yəni, İzədən çıxan faydalardan biridir. Və həmçinin bu yardım, yəni bütün Allahın dostlarını əhatə edir. Təbii ki, Allahın dostları kimdir? Kimdir Allahın dostları? 2 dənə şərti var onların. Mən kənə müminən, təqiyyən kənə lillahi vəliyyən. Şeyxülislam İbn Teymiyyə rahimullah deyir ki, kim Allaha iman edib, Allahdan qorxursa Allahın dostudur, vəlisidir. Allahın vəlisi olmaq üçün xavariqlər etməyə ehtiyac yoxdur. Yəni, adətdən kənar işlər etmək, möcüzələr göstərmək şərt deyil. Allahın övliyası olmaq üçün 2 şərt var. Allaha iman və Allahdan qorxmaq. Ələ innə əvliyə Allahi lə xavfun aleyhim və ləhum yəhzənun əlləzinə əmənu və kənu yəttəqun. Bilin və agah olun ki, Allah Azze ve Celle buyurur Quran-ı Kərimdə, deyir, bilin və agah olun ki, Allahın dostlarına, əvliyalara qorxu yoxdur, onlar heç kədərlənməyəcəklər. Onlar kimdir? Əlləzinə əmənu, iman gətirər və kənu yəttəqun və Allahdan qorxanlardır. Və həmçin 4-cü fayda deyir ki, ənnən nasra sifətun min sifətilləhi fəhuvə subhanəhu ni'məl məvlə və ni'məl nəsir. Ən-nasr Allahın sifətlərindən bir sifətdir. Yardım sifəti var Allah Azze ve Cellə'nin. Bax, burada Allah özünə o sifəti idafə edib. Faydaya bax. Deyir ki, İzəcə nasrullah. Allahın yardımı. Bilirsiniz ki, bir şey, bu özü də bir mövzudur Quranda. Mudaf ileyhi mövzusu. Bəzən Allah Azze ve Celle bir şeyin şənini ucaltmaq üçün onu idafə edib özünə. Məsəl üçün, burada yardımı ucaltmaq üçün, yəni bu yardım elə bir yardım olacaq ki, siz bu yardımdan narahat olmayacaqsınız. Subhanallah. Faydaya bax. Ona görə özünə idafə edib. Yəni, bu Allahın yardımıdır. İzəcə ən-nasrullah. Bu yardımı Allah təzim edib ucaldıb. Amma bax, Allah Azze ve Celle bəzi şeyləri alçaldıb mudafla. İdafə olunduğu şeyə nisbətdə. Bax, nə deyib? Deyir ki, ələ innə hizbə şeytan humul xasirun. Deyir ki, şeytanın hizbi əsl ziyana uğrayanlardır. Vallahi billahi tallahi. Kim ki şeytana tabi olub, mütləq uduzacaq. Və mütləq də uduzub həmişə. Heç vaxt göstər şeytanın dostlarından, göstər o ateistlərdən, göstər mulhidlərdən, bidət əhlindən Allahın ucaltdığı kəsləri. Yoxdur. Subhanallah. Hətta bəzilərinin, hətta götür bidət əhli olsun. Onların belə müəyyən kitabları, müəyyən faydaları ümmətə xeyirli olduğu üçün ucalsa da ömürlərin axırında onlar öz-özlərini alçaldıblar. Deyiblər, indiyə qədər boş işlərlə məşğul olmuşuq. Necə ki, Əşarilərin imamları, Razi və həmçin Cüveyni, onlar hamısı peşman oldular. Ki, nə oldu biz kəlam əhlində, kəlam elmində, kəlamda biz batdıq. Heç bir fayda da əldə etmədik. Və eləcə də heç bir mulhidin, heç bir ateistin indiyə qədər adı ucalmayıb. Ancaq Allahın dostlarının adı ucalıb. Ona görə, əgər Allah Quranda bir şeyi özünə idafə edibsə, bu şey 2 növ ola bilər. Birinci, idafətu as-sifə iləl mavsuf. Sifətin, vəsfin, vəsflənə olunan izafəsi. Buna qayda necədir qayda? Qayda necədir? Kim deyər?
Əgər bir şey öz özlüyündə olan bir şeydirsə, öz özlüyündə bu mövcud olan bir şeydir. O, Allaha izafət olunursa, Allaha nisbət olunursa, o şərəf babındandır, təşrif babındandır. Misal üçün, Allahın evi, Beytullah və Allahın dəvəsi. Evdir, dəvədir, bu öz özündə mövcud olan bir şeydir. Yəni, nəyəsə bağlı deyil bu mövcud o. Bu hansı babdandır? Şərəf. Yəni, Allah deyəndə ki, mənim evim, Allahın məscidləri, Allahın evi, Allahın dəvəsi onun şərəfli olmağını bildirir. Amma deyəndə Allahın yardımı, yardım öz özlüyündə olan bir şeydirmi? Yox. Yəni, izafətü sıfə ilə məvsuf, sifətin məvsufa, vəsfin vəsflənənə olan idafəsidir. Deməli, Allahın yardım sifəti var. Allah nə gözəl yardım edəndir və nə gözəl Mövladır, Subhanahu və Teala. 5-ci fayda, ənnə mən nasarallahə, nasarahullah. Və 5-ci fayda odur ki, kim Allaha yardım edərsə, mütləq Allah da ona yardım edər. Bu fayda aradan çıxıb, فَإِنَّ النَّبِيَّ sallallahu aleyhi ve sellem qamə bi-nusrati tevhid və təhqiqil ubudiyyə. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem tevhidi gerçəkləşdirmək, tevhidə yardım, yəni ibadətin, ubudiyyənin gerçəkləşməsi haqqında bütün səylərini qoyub ortaya çalışıb və axırda da Allah azə və cəllə ona yardım etdi. Yəni, fənəsarəhullah və Allah da ona yardım etdi. Kəmə qalə Teala və huvə va'dullahil haqq. Deyir ki, bu da Allahın vədi, haqq olan vədi, intansurullahə yansurkum. Əgər siz Allaha yardım etsəz, Allah da sizə yardım edəcək və sonra bax, və yüsəbbit əqdəməkum. Və sizin qədəmlərinizi, ayaqlarınızı möhkəm edəcək. Deməli, insan nə qədər möhkəmlənmək istəyirsə, Allahın dininə yardım etməlidir. Allahın dinini yayılmasına yardım etməlidir. Həmçinin 6-cı fayda, ixtisas nasrullah bil-kəməl və təməm. Allahın yardımının kamilliklə vəsf olunması. Fəhuvə zafarun lə naqsa fihi. Bu elə bir yardımdır ki, zəfərdir ki, heç bir naqislik yoxdur. Keyfələ, necə ki olmasın, vallahu xayrun nasirin. Allah yardım edənlərin ən xeyirlisidir. Allah yardım edənlərin ən xeyirlisidir. Kəmə qalə Teala, necə ki Allah azə cəllə buyurur, bəlilləhu məvləkum və huvə xayrun nasirin. Deyir ki, Allah sizin yardımçınızdır və yardım edənlərin ən xeyirlisi Allah azə və cəllədir. Deməli, Allahın yardımı ən xeyirli yardımdır və burada heç bir naqislik yoxdur. Və həmçin 7-ci fayda, ənə nasrallah li əvliyaihi yəstəvcibu minhum təhqiqa ubudiyyətihi. Burada diqqətli olmaq lazım. Əgər biz Allahın yardımını istəyiriksə, Allahın yardımı ubudiyyənin, Allaha olan ibadətin gerçəkləşməsinə bağlıdır. Bu fayda buradan çıxıb deyəcəm ardından. Deyir ki, وَلِهَذَا zəkərə ismu Allah. Zəkərə ismə Allah. Çünki Allah burada öz Allah adını zikr etdi. Nəyə görə? Fi qavlihi izə cəə nasrullah. Allahın yardımı. Görürsən, Quran-ı Kərimin hər sözü minlərlə faydadır. Təsəvvür et. Demədi, izə cəə nasrur rəhmən. İzə cəə nasrur rəhim. Demədi. Dedi, izə cəə nasrullah. Bildirərək ki, bu Allahın yardımıdırsa, sən də o Allahı, onu neynəməsən, ibadətində təzim etməlisən ki, o yardım sənə gəlsin. Bəzən biz deyirik, niyə müsəlmanlara Allahın yardımı gəlmir? Çünki ubudiyyənin təhqiqi yoxdur ona görə. Allah bu ayədə bizə deyir ki, nə qədər ubudiyyəni təhqiq etsən, fərd olsun, cəmaat olsun, ölkələr olsun. O yardım onda gələcək Allahın. Nə qədər ki, ibadət vəsfi güclənir, tevhid vəsfi güclənir, insanlar yalnız Allaha ibadət edir, ona heç bir şey şərik qoşmur, onda Allahın vədi gerçəkləşəcək. Necə ki, bizdən qabaqki ümmətlərə baş verib. وَعَدَ الَّذِينَ آمَنُوا مِنْكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّكُمْ فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِنْ قَبْلِكُمْ. Deyir ki, Allah sizdən iman edib salih əməllər edənlərə vəd edib ki, yer üzərində istixləf, möhkəmlik, xəlifəlik vəd edib. Allahın yardımı. Kəmə istəxləfə ləzine min qablikum. Sizdən qabaqkilər necə ki, bunu etmişlər. Bax, bizdən qabaqkilər güclü tevhid əhli idilər. Elə tevhid əhli idi ki, onların tevhidi əziyyətli idi. Amma biz bugünkü gündə tevhidə əməl edib ləzzət alırıq. Amma onlar əziyyət üzərində idi. Necə ki, İmam Buxari və Müslimin rəvayət etdiyi hədisdə bilirsiniz, bir dəfə Bəni Əsəd qəbiləsi Səd ibn Əbu Vaqqası qınıyırlar. Deyir, o bizim
namazı vaxtında qıldırmır. Şikayət edirlər Omar ibn Xattab radiyallahu anhuya. Namazı vaxtında qıldırmır. Sonra nə deyirlər? Deyir ki, bizlə maraqlanmır. Bəni Səədin hakimi idi. Səəd ibn Əbu Vaqqas, cənnətlə müjdələnən sahabə. Səəd nə deyir? Səəd deyir ki onlara, deyir, Subhanallah, deyir, İslamda deyir, ilk oxu Allah yolunda atan mən olmuşam. Peyğəmbər sallallahu aleyhi ve sellemlə yarpaq yiyib cihada getmişik biz. Yarpaq yiyib döyüşmüşük. Və üzr istəyirəm, deyir, ayaq yoluna gedəndə də qoyun kimi qıq edərdik biz. Yarpaq yeməkdən. Və sonra da Bəni Əsəd çıxsın bizi namaza görə qınasın, İslama görə qınasın. Yəni, demək istəyir ki, yəni, sizin, yəni, onlar Səəd ibn Vaqqasla iman müqayisəsində heç nə olublar. Yəni, Səəd bu əməllərini deməklə deyir ki, yəni, biz belə Allaha ibadət etmişik, siz indi yəni, bu şeyləri görməmişsiniz. Baxın, necə Allahın dininə yardım edənlər olub. Yarpaq yeyib Allahın Peyğəmbərinə yardım ediblər, döyüşüblər. Allahu Akbar. Çalışıblar. Bugünkü gündə biz kabab yiyib döyüşmək istəmirik. Yəni, döyüşmək deyəndə təbii ki, Allahın yoluna dəvət, insanlara haqqı çatdırmaq, dəvət etmək, elm öyrənmək, elmi insanlara yaymaq, elm tələbələrin sayını çoxaltmaq və s. Və bilirsiniz ki, və həmçə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, yəqulu fi duaihi və nasara abdə. Harada keçir bu nasara abdə? Kim deyər? Nasara abdəhu. Harada keçir? Nasara abdə. Duası. Ümrədə. İstəfarım arada. Nasara abdə. Həzəməl əhzəbə vahdə. Əhsən. Bax, nasara abdə sözü nə deməkdir? Burada yenə usulü qayda var. Abdəhu mufrad mudaf yədullu aləl umum. Mudafdır, təkdə gəlib. Ümumiliyə dəlildir. Yəni, sən Allah, kimə nisbət olunub? Allaha. Sən ubudiyyə vəsflərinin hamısını nə qədər təhqiq edəcəksən, yəni ubudiyyə vəsfləri nə qədər təhqiq olunacaq, o qədər sənə nasır gələcək. Nasara abidəhu. Yəni, o öz quluna yardım edir. Yəni, ubudiyyə vəsflərini tam, kamil edən quluna yardım etdi o. Deməli, insana gələn yardım nəyə görə gəlir? Onun dininə görə gəlir. Onun təqvasına görə gəlir. Bax, Quran-ı Kərimdə təqva ayələrinə. İn təttəqullah yəcəalləkum furqanən. Əgər Allahdan qorxsa, sizə haqqı batildən ayırt edən dəlil verər. Və həmişə Allah azə və cəllə buyurur, وَمَنْ يَتَّقِ اللّٰهَ يَجْعَلْ لَهُ مَخْرَجًا. Həmçinin Allah da başqa ayədə وَيَجْعَلْ لَهُ مِنْ أَمْرِهِ يُسْرًا. Yəni, kim Allahdan qorxarsa, Allah ona çıxış yol açar. Kim Allahdan qorxarsa, ona furqan verir. Kim Allahdan qorxarsa, Allah işini asanlaşdırar. Belə ayətlər çoxdur. Ona görə alimlər deyir ki, kim əgər elə başa düşübsə, yəni ruzi təqvaya bağlı deyil, bu adam deyir, hələ ruzini başa düşməyib. Hələ ruzini başa düşməyib. Yəni, ruzi məsələsi təqva ilə, təvəkküllə möhkəm bağlılığı var. Allah bizi müvəffəq eləsin. Və həmçinin Sə'di Rahimullah, bax, buna oxşar fayda deyir öz Qavaidül Hissən kitabında, deyir ki, Allah Azə və Cəllə buyurur Quran-ı Kərimdə, deyir, Əleyhisəllah bikəfin abdəhu. Əleyhisəllah bikəfin abdəhu. Allah öz quluna kifayət deyilmi? Bax, abdəhu. Deyir, ubudiyyə vəsfini nə qədər insan təhqiq edərsə, o qədər Allahın kifayət etməsi, o qədər Allahın yardımı gələcək. Subhanallah. Və həmçinin 8-ci fayda Ənə fəthə Məkkətə huvə a'zamu fəthin fil İslam. Məkkə fəthi İslamda ən böyük fəthlərdən biridir. Lənnə Nəbiyyə sallallahu aleyhi ve selləm ləm yu'mar fi qazavatihi l-uxra bimə umira bihi fi həzihi sura əqibə fəthə Məkkətə. Deyir ki, çünki Peyğəmbər sallallahu aleyhi ve selləm bu fəthdən sonra əmr olunduğu kimi bu sürədə başqa fəthlərdən sonra əmr olunmayıb. Bu deməkdir ki, Məkkə fəthi ən böyük fəth sayılır. Çünki bu fəthdən sonra nədir? Allah Azə və Cəllə deyir ki, fəsəbbih bihəmdə rabbikə və istəğfir. Deyir, heç bir fəthdən sonra Allah
bu əmri verməyib. O deməkdir ki, Məkkə fəthi ən böyük fəthdir. Və həmçinin Ət-Təsiə 9-cu fayda Ənə zikrə ba'də afradil ammi lə yənfi umuməhu. Deyir ki, bu da usulü qaydadır. Deyir ki, amın fərdlərinin zikr olunması amın ümumiliyini nəfi etmir, inkar etmir. Nə deməkdir bu? Nə fayda çıxır buradan? Burada deyir ki, Allah Azə və Cəllə fikir və yenə bir sözdə fayda var. Quranın hər sözündə nə qədər faydalar var. İdə cəə nəsrullahi vəl-fəth və rəaytən nəs. Ən-nəs burada əlifləmlə gəlib. Əlifləm ümumidir. Yəni istiğraqiyyədir. İstiğraqiyyədirsə deməli bütün insanları burada nəzərə alır. Burada bütün insanları nəzərə alması o demək deyil ki, xasları yəni xüsusini inkar edir. Zikr ba'd afradil am la yanfi umumahu. Amın bəzi növlərini, üzr istəyirəm. Bu fayda onu demək istəmir. Deyir ki, burada onu demək istəyir ki, yəni burada təfsirində İbn Abbas nə deyir? Gələn insanlar kimlər idi? Bu surə İslamın axırlarına yaxın olan surələrdən deyilmi? Peyğəmbər sallallahu əleyhi və səlləmin faydalardan biri də odur ki, ölümünə dəlildir bu. Yəmən cəmaatı, bütün cəmaatlar hamısı döyüşlə, müharibələrlə İslamı qəbul ediblər. Yeganə cəmaatdır ki, Yəmən əhli, onlar döyüşsüz, davasız təslim olublar. İbn Abbas deyir ki, radiyallahu anhümə, burada ən-nəs deyəndə, təfsirdə nə gəlir? Yəmən əhli qəsd olunur. Yəmən əhlinin xüsusiləşməsi, o deməkdir ki, bütün insanlar deyil. Çünki onlardan başqaları da İslama gəlib toplum girirdilər. Toplum İslama girirdilər. Və həmçinin faydalardan odur ki, ən xayral vufud, yəni bu surədən çıxan faydalardan biri odur ki, ən xeyirli dəstələr, ən xeyirli İslama girən dəstə insanlar, yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin ömrünün axırına yaxın Yəmən cəmaatı idi. Nəyə görə? Çünki bu ayədə təfsirdə İbn Abbas onları zikr edib. Deyir ki, onlar ən xeyirli cəmaatdır. Ona görə onlar gələndə Peyğəmbər sallallahu əleyhi və səlləm görün nə deyir? İbn Abbas nə deyir? Deyir ki, cəəl fəthu. Deyir, fəth gəldi. Yəni, fəth olundu. Deyir ki, və cəə nəsrullah. Allahın yardımı gəldi. Və cəə əhlül Yəmən. Deyir ki, Yəmən əhli gəldi. Subhanallah. Yəni, gör Allahın fəthi, Allahın yardımı və Yəmən cəmaatı gəldi. Gör nəyə idafə edib. Yəni, Yəmən cəmaatının o qədər fəziləti var. Və həmçinin 11-ci fayda Bəyanu fadli əhlil Yəmən. Yəmən əhlinin fəziləti. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm onları tərifləyib və buyurub ki, qovmun raqiqatun qulubuhum. Qövm yumuşaq qəlblidirlər. Allahu akbar. Nə gözəldir yumuşaq qəlbli olan insanlar. Peyğəmbər sallallahu əleyhi və səlləm Yəmən əhlini tərif. Həqiqətən Yəmən cəmaatı indi də elədir. Əksər Yəmən cəmaatı görsə nə olur? Yumuşaq, sakit. Allahu akbar. Nə gözəl vəsfdir bu. Nə pisdir sərt olmaq. Vallahi, bütün xeyirlər yumuşaq olmaqdadır. Bütün xeyirsizliklər sərt olmaqdadır. وَلَوْ كُنْتَ فَضًّا غَلِيظَ الْقَلْبِ لَنْفَضُّوا مِنْ حَوْلِكَ. Əgər sən sərt olsaydın, yanından dağılıb gedərdilər. Ətrafından çıxıb gedərdilər. Ona görə bax nə deyir? قَوْمٌ رَقِيقَةٌ قُلُوبُهُمْ. Qəlbləri incə, leyyinətun qul, yumuşaq qəbli. Əl-imanu yəmənin. Deyir ki, əsl iman Yəməndir. Vəl-hikmətu yəməniyyətun. Hikmət Yəmənlidir. Vəl-fiqhu yəmənin. Fiqh də Yəmənlidir. Yəni, hamısını Yəmənə bağlıdır. Yəni, Peyğəmbər sallallahu əleyhi və səlləm bu hədisində böyük faydalar var. Əslində, bu hədis böyük bir dərsdir əslində. Nə deyir burada? Yəni, fikir versəniz, Allah Azə və Cəllə Quran-ı Kərimdə buyurur ki, وَلَقَدْ بَعْسْنَاكَ وَلَقَدْ أَرْسَلْنَاكَ رَحْمَةً لِلْعَالَمِينَ. Düzdür, şeyx? Aynen. Deyir ki, biz sənə aləmlərə rəhmət olaraq göndərmişik. Biz sənə aləmlərə rəhmət olaraq göndərmişik. Deməli, Peyğəmbər sallallahu əleyhi və səlləm aləmlərə rəhmət idi. Deməli, rəhmət elmin əsasıdır. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, İmam Tabarani rivayət elədiyi hədisdə deyir, la yədə'ullah rəhmətəhu illə alə qalbi rahimin. Allah öz rəhmətini yalnız rəhimli qəlbə qoyar.
Sahabələr deyir ki, baxın, Allah öz rəhmətini rəhmli qəlb. Elmin qabı haradır? Qəlb. Alimlər deyir ki, və'a'ul ilmi qalbun. Elmin qabı qəlbdir. Qəlbə rəhmət qoysan, orada elm inkişaf edəcək. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm la yada'ullah rahmetahu illa ala qalbi rahimin. Allah rəhimli qəlbə öz rəhmətini qoyar. Onlar sahabelər deyirlər ki, ya Rasulullah, kulluna narham. Biz hər birimiz rəhm edənik. Yəni bizim analarımız, atalarımız, övladlarımız rəhm edirik. Deyir ki, leysə rahmetakum xassa. Deyir ki, sizin xüsusi rəhmətinizi qəsd etmirəm. Yaxınlarınıza olan, istədiklərinizə olan, sizə fayda verən insanlara olan rəhməti yox. Vələkin rahmətən nəs kəffətən. Bütün insanlara rəhm eləməlisiniz. Bütün insanlara. İrhamu mən fil ard, yarhamukum mən fis səmə. Ar-rahimun yarhamuhumur rahman. Yerdəkilərə rəhm edin ki, göydəki də sizə rəhm etsin. Allahın göydə olmağının isbatı. Və həmçinin Ar-rahimun yarhamuhumur rahman. Rəhm edənlərə Rəhman rəhm edər. Əgər sən Rəhman sənə rəhm etsin, sən də rəhmli ol. Bütün məxluqata qarşı. Bütün məxluqata. Ona görə rəhmli olmaq əhl-i-sünnə vəsiflərindəndir. Şeyxülislam İbn Teymiyyə rahimehullah deyir ki, əhl-i-sünnə vəl-cəmaə arhamun nas lin-nas. İnsanların insanlar üçün ən rəhmliləridir. Diqqət et bu vəsfə. Əgər sən insanlara rəhm etmirsənsə, vallahi səndə əhl-i-sünnənin böyük vəsiflərindən biri yoxdur. Quran, sünnə və alimlərin sözlərinə görə. Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, arhamun nas lin-nas. İnsanların insanlar üçün ən rəhmliləri əhl-i-sünnə vəl-cəmaə sələflərdir. Sələflərdən rəhimli insanlar ola bilməz. Kim ki rəhm etmir, bil ki, sələfi deyil o. Hətta ən azından o məsələdə sələfi deyil. O çıxıb o məsələdə sələfin yolundan uzaqdır. Nə qədər özünü sələfə nisbət etsə də. Çünki sələf tək etiqadla olmur, əxlaqla, suluqla, ədəblə də olur. Biri etiqadı ilə önsək və sələfəm, əxlaqı o sələfin yolundasa, sələf sayılmır o insan. 100 dəfəçisi, milyon dəfəçisi mən sələfəm. Yox, sələf əxlaqı ilə tanınır. Bax sələfin əxlaqına. Sələf kimdir? Sahabə, tabiin, əsbə-ət tabiin. Bax onların əxlaqına gör necə olublar. Və həmçinin nə deyir Şeyxülislam? Aqrabun nəs lil haqq. İnsanların haqqa ən yaxın olanı da əhl-i-sünnə və cəmaə sələflərdir. Allah bizi onlardan etsin. Və bitirirəm inşallah, çox yormayacağım sizi. Əl-fəidətü səni aşara. 12-ci fayda ennəl-am qad yutlaqu və yuradu bihi ba'd afradihi. Deyir ki, bəzən am deyilir və o ilə amın bəzi xasları, əfradları, fərdləri nəzərdə alınır. Bu, yəni çox gözəl faydadır və bəzən görürsən, o Qur'anı təyin edən insanlar Qur'anın qavaidlərini bilmədən Qur'ana təyin edirlər. Amma əslində Qur'an onların hamısına cavab verib. Misal üçün, burada nə deyir? Burada deyir ki, fənnəs, ən-nəs deyəndə bütün insanlar girir bura. Düzdürmü? Amma diqqət elə burada çox gözəl fayda var. Diqqətli ol, rəakəllah. Deyir ki, burada ən-nəs deyək, vərəeytən-nəs. Deyiləndə əslində ərəb dilinə görə bütün insanlar. Amma burada bütün insanlar mı qəsd olunur? Xeyr, kimlər qəsd? İman edənlər qəsd olunur. Və həmçin burada faydalardan biri odur ki, Allah Azza və Cəllə əlifləmlə, təriflə vasf bildirir. Yəni, əhsil insanlar, iman gətirənlərdir. Ona görə Allah Azza və Cəllə başqa ayda nə deyir? Deyir ki, وَإِذَا قِيلَ لَهُمْ آمِنُوا كَمَا آمَنَ النَّاسِ. Deyir, onlara deyiləndə ki, insanlar kim iman gətirən, əsl insanlar iman gətirən insanlar. O bizlər əsl insan deyil. Çünki Allah onlardan o insanlıq vəsfini istəmir. Əsl insanlıq vəsfi Allahın buyurduğu kimi yaşayan insanlardır. Təsəvvür et. Ona görə İmam Əhmədə deyəndə ki, əsl insanlar kimdir? Alimlər. Allahu akbar. Fikir ver. Ona görə əsl insanlar müsəlmanlardır. O bizlər əsl insan deyil. Qur'ana görə. Yəni özümüz demirik. Qur'an deyir bu qaydanı. Deyir ki, ona görə zikr, ba'd afradır amdır burada. Yəni, xüsusi insanlar qəsd olunur. Bütün ibadət edən, müşriklər, kafirlər, münafiqlər yox, müsəlmanlar qəsd. Yəni, müsəlmanları görsən ki, dəstə-dəstə Allahın dininə girir. Və həmçinin digər bir ayətdə də fayda var. Yəni, Peyğəmbər sallallahu əleyhi və səlləmə bir nəfər gəlib deyir ki, hazırlaşın insanlar sizə dəstə-dəstə yığılıb sizə qarşı, döyüşməyə. Allah Azza və Cəllə buyurur ki, فإذا نجد الشيخ وإذا قيل لهم
Ən-nəs qad cəma'u lakum fəxşəvhum. Neydi? Ən-nəs qad cəma'u lakum fəxşəvhum. İnsanlar sizə qarşı yığışıb, onlardan qorxun. Onu gəlib deyən bir nəfər idi. Bir nəfər o söz demiş. Amma Allah Teala bir nəfərə insanlar deyir. Alimlər deyir ki, bu zikr ba'd afradil amd. Yəni amı yox, amın bir fərdini qəsd etməkdir burada. Yəni o hadisəyə diqqət olunsun deyə. Nə dedi? Fəzədəhum imanə. Peyğəmbər sallallahu əleyhi və səlləm imanı artdı onda. Nə dedi? Və qalu hasbunallahu və ni'mal vəkil. Onlar deyirlər ki, Allah bizə kifayətdir, o nə gözəl vəkildir. Və bu fayda ilə inşallah bitiririk. Deyir ki, 13-cü faydada ənə duxulən nəs fi dinilləh nəv'an. İnsanların Allahın dininə girməsi iki növdür. İnsanların Allahın dininə girməsi iki növdür. Birinci odur ki, duxul iltizam bi hukmihi. Deyir, onlar Allahın hökmünə iltizam olaraq, qəlbdən razılaşaraq girənlərdir. Qəlbdən razıdırlar. Və zahirən və batinən Allahın dininə girlər. Bunlar kimlərdir? Müsəlmanlar bunlardır. Amma ikinciləri onlardır ki, biri var duxul iltizam, biri var duxul ilzam. Duxul iltizam odur ki, zahirən və batinən insan müsəlmandır. Duxul ilzam odur ki, zahirən müsəlmandır, daxilən müsəlman deyil. Necə ki, Məkkə fəth olunanda bəziləri girdilər, amma ilzamla girdi. Yəni, istəmirdi İslamı. Amma zahirəndəki müsəlmanam canını, malını qorumaq üçün. Aydınmı? Və inşallah o biz faydaları da gələn dərslərdə davam edərik. Allah müvəffəq eləsin. Allah bir daha doğrusu. Subhanəkə Allahum həmdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və etûbü ilayk.